Deməli, 11-ci siniflərin mövzusunu əhatə edən yeni mövzumuz çoxluqlar mövzusudur. Çoxluqlar mövzusu əslində çox da mürəkkəb bir mövzu deyil, sadəcə diqqətlə izləmək lazımdır və bu mövzunun incəliklərinə buradaca nəzərdən keçirmək lazımdır ki, sınavlarda, testlərdə çox da sizə çətinlik yaratmasın. Ümumiyyətlə, çoxluqlar elə bir anlayışdır ki, onlara riyaziyyatın bir neçə əsas anlayışı, ilkin anlayışları var ki, biz onlara tərif vermirik ki, onlardan biri də çoxluqlardır. Çoxluqlar deyir, onları təşkil edən elementlərə görə adlanır. Yəni, tərif verə bilməməyimiz bir başqa anlayışdır. Ona ad verməyimiz ayrı bir anlayışdır. Yəni, ad var. Hər çoxluğun elementinə görə adı var. Məsələn, natural ədədlər çoxluğu. Natural ədədlərdən, elementlərdən təşkil olunan çoxluq natural ədədlər çoxluğudur. Tək ədədlər çoxluğu, cüt ədədlər çoxluğu, məsələn, hərflərdən ibarət çoxluq düzəldə bilərsiniz və s. Çoxluqlar deyir, Latin əlifbasının böyük hərfi ilə işarə olunur. Qeyd eləyək bunu. Latin əlifbasının böyük hərfləri ilə. Əsasən bunun üzərində duraq. Yəni, daha çox belə işarə olunur və çoxluğun deməli, elementləri, onu təşkil edən ədədlər, hərflər, hər hansısa bir işarələr ki, element deyirik, fiqurlu mötərizə içərisində yazılır. Bu, çap formasıdır. Əl yazma forması isə bu şəkildədir. Açılışı bu şəkildədir, bağlanışı bu şəkildədir. Aydın mı? Məsələn, A çoxluğu göstərir. Hərflərdən, saytlərdən ibarət. Cüt ədədlərdən ibarət bir C çoxluğu göstərilir və s. Hər hansısa bir elementin çoxluğa daxil olması bu işarə ilə daxil olmanı bildirir, yazılır və bu şəkildə göstərilir. Məsələn, A hərfi A çoxluğunun tərkibindədir. A hərfi A-da iştirak edir. Bu demək ki, A hərfi A-da iştirak edir və yaxud daxil olma A, A-ya daxildir. Məsələn, U hərfi yaza bilərik ki, U A-ya daxildir. Növbəti, əgər daxil olmamasından söhbət gedirsə, o zaman həmin verilən işarənin üzərindən xətt çəkib göstərir. Məsələn, 5 rəqəmi A-da iştirak edirmi? İştirak etmədiyinə görə yazırıq ki, 5 A-ya daxil deyil. Yəni, üzərindən sadəcə xətt çəkərək göstərir. Bu daxil olma, bu isə daxil olmama işarəsini göstərir. Amma bir şeyi nəzərdə saxlayaq ki, bizdə elementin çoxluğa daxil olması anlayışı var, çoxluğun çoxluğa daxil olması anlayışı var. Biz ikinci hissə haqqında birazdan danışacağıq, amma elementin çoxluğa daxil olması göstərəndə məhz bu işarəni göstərir. E-yə oxşar bir işarədir. Əgər heç bir elementi olmayan çoxluqdan söhbət gedirsə ki, ona da biz çoxluq deyirik, o boş çoxluq adlanır, belə bir işarə ilə göstərilir və boş çoxluğun, məsələn, sıfırdan kiçik natural ədədlər. Biz bilirik ki, sıfırdan kiçik natural ədədlər yoxdur. Ona görə də biz onu işarə edirik, boş çoxluq. İşarəsi bu şəkildədir. Çoxluğun elementlərinin sayına görə həmin çoxluğun, ümumiyyətlə, çoxluğun elementlərinin sayına çoxluğun gücü deyilir. İmtahanlara, sınavlara, testlərə bunlarla bağlı çox sual düşmür, amma yəni çoxluğun gücü anlayışı məhz onun elementlərinin sayına deyilir. Məsələn, A çoxluğunun elementləri sayının yazılış forması kiçik N hərfi ilə göstərilir və mötərizə içərisində çoxluğun adı yazılır. Məsələn, sayı hərflərdən ibarət bir çoxluq götürmüşdük. A çoxluğunun element sayı 9 dənə. Sonra digər bir çoxluq vardı. C çoxluğu. C çoxluğu tutaq ki, bu nöqtələri nəzərə almasaq, desək ki, 2, 4, 6-dan ibarətdir, bu 3 dənə elementdən ibarətdir. Belə yazacaqdır. M, C bərabərdir 3. Yəni, C çoxluğunun 3 elementi var. Növbəti, deyir ki, əgər elementlərin sayı sonda olan çoxluq varsa, biz buna sonlu çoxluq deyirik. Məsələn, A çoxluğu vardı, biraz əvvəl göstərdiyi hərflərdən ibarət idi, 9 dənə hərfi vardı. Onlara sonlu çoxluq deyilir. Məsələn, natural ədədlər çoxluğu, tam ədədlər çoxluğu ki, bunlarda element sayı sonsuzdur, biz bunlara sonsuz çoxluq deyirik. Əgər hər hansısa bir neçə çoxluq görsəz ki, elementlərin sayı eynidir, həmin çoxluqlara eyni güclü çoxluqlar deyilir. Yəni, diqqət edirəm, bunlarla bağlı testlərdə çox da sual yoxdur. Amma məlumatınızın olmaq lazım ki, bunlar eyni güclü çoxluqlar adlanır. Bərabər çoxluqlar nəyə deyilir? Sadəcə düzülüşünə görə fərqli olan çoxluqlara, elementinə görə fərqli demirik, düzülüşünə görə. Tutaq ki, bir çoxluğun elementi, A-nın element sayı, belə ötürək, 3 dənədir, 1, 2, 3-dür. B-nin çoxluqları isə 3, 1, 2-dir. Diqqət edin, eyni elementlərdir, sadəcə düzülüş fərqi var. Bax, belə çoxluqlara bərabər çoxluqlar deyilir. Bizə verilən hər hansısa bir çoxluğun, tutaq ki, bir
A çoxluğu yazdıq biraz əvvəl. Elementi 1, 2, 3 olan çoxluqdur. Bu 3 elementi olan çoxluğun özünə neçə sayda bərabər çoxluq nümunə göstərmək olar? Sayını tapmaq istəyirəmsə, onu faktorial vasitəsilə göstərirəm. Burada 3 element olduğuna görə cavab 3 faktorial olacaq. Faktorialın izahını qısaca deyək, 1-dən başlayaraq verilən ədədin özünə qədər özü də daxil olmaqla natural ədədlərin hasilini göstərir. Yəni, bizə verilən A çoxluğu ki, elementi 1, 2, 3 idi. Bu çoxluğa bərabər bir neçə dənə çoxluq yazmaq olar, ümumi sayı 6 dənə. Məsələn, biraz əvvəl A çoxluğu götürmüşdü, 9 elementi var idi. Onun özünə bərabər neçə dənə çoxluq yazmaq olar deyirsə, 9 faktorial ilə hesablamalıyıq. Varmı bundan bağlı sual? Növbəti alt çoxluqlar. Sizə bayaq qeyd elədim ki, elementin çoxluğa daxil olması məhz E-yə oxşar işarə ilə göstərirdi. Bir də çoxluğun çoxluğa daxil olması var. Həmin çoxluğun çoxluğa daxil olmasını bu işarə ilə göstərirlər və əgər A çoxluğunun hər bir elementi həm də B-yə daxil olarsa, A-ya B-nin alt çoxluğu deyilir. Baxın, alt çoxluğu deyilir. Diqqətdən kənar saxlamayın. Alt çoxluq ilə daxil olmanın işarələri məna baxımından eyni olsa da yazılış fərqləri müxtəlifdir. Məsələn, bu şəkildə yazırıq. Məsələn, mən yaza bilmərəm ki, 5 elementi A-ya daxildir. Belə bir şey yaza bilmərəm. Bu işarə alt çoxluğun işarə. Yəni, bu işarənin solunda da, sağında da çoxluq gəlməlidir. Amma bunun ortasına bir dənə xətt çəksəm, bu yazılış doğrudur. Çünki bu yazılış elementin çoxluğa daxil olmasından və yaxud olmamasına aid olan üstünə xətt çəkilməsində göstərilən işarədən ibarətdir. Qeyd eləyək, deyir, hər bir çoxluq, yəni bütün çoxluqlar öz-özünün alt çoxluğudur. Yaddan çıxarmayaq. Boş çoxluq bütün çoxluqların alt çoxluğudur. Bunu da yaddan çıxarmayaq. İndi hər hansı bir A çoxluğu verib elementi 1, 2, 3 bütün alt çoxluqlarını yazmaq istəyiriksə, baxın, 1 var, 2, 3, 1, 2, 1, 3, 2, 3, 1, 2, 3, bir də boş çoxluq. Bayaq qeyd elədik ki, bütün boş çoxluqlar istənilən çoxluğun alt çoxluğudur. Yəni, A-nın alt çoxluğunu yazmaq istəyirəmsə, daxilində bunu yazıram. Həmçinin də çoxluğun özü də özünün alt çoxluğudur. Alt çoxluqları siyahısında bunu da yazmalıyam. Bu iki dənə mütləq olmalıdır. Bu öz yerində. Bir də, tutaq ki, bizə 3 elementi olan çoxluq verilir və bu çoxluğun alt çoxluqlarını, bax, bunların ümumi sayını istəyir. 3 dənə elementi vardı, nümunə yazdıq, 8 dənə sayı alınır. 4 elementi olsa neçə olacaq, 7 elementi olsa neçə olacaq və s. Bunu necə tapırıq? Əgər n sayda elementi olan çoxluq varsa, bu çoxluğun ümumi alt çoxluqlarını sayını tapmaq istəyirəmsə, 2 üzəri n şəklində hesablayacağım. Məsələn, burada 3 elementi var idi. Yazacağım 2 üstü 3. 2 üstü 3-ün qiyməti neçə olur? 8. Doğrudan da baxın, 8 dənə çoxluq var. Yəni, alt çoxluqların sayı 2 üstü n düsturu ilə, bərabər çoxluqların sayı isə bayaq qeyd elədik, n faktorial ilə hesablanır. Bərabər çoxluqlarda belə bir qayda var ki, çoxluqlar həm A-B-nin, həm də B-A-nın alt çoxluğu olarsa, bunlar bərabər çoxluqlardır. Çoxluqların birləşməsi. Birləşmə nədir? Birləşmə 2 dənə çoxluq götürürsən, ortaq elementləri bir dəfə yazırsan, digər bütün elementləri əlavə edirsən. Məsələn, A çoxluğu, B çoxluğu. Hər ikisində iştirak edən elementlər hansıdır? B ilə C. Düzdürmü? Bu B ilə C-ni yazırsan, A-da var, B-də yoxdur. Əlavə edəcəm. B-də var, D ilə E, amma A-da yoxdur. Bunları da əlavə edəcəm. Yəni, bütün elementlər yazılacaq, amma eyni olanlar bir dəfə iştirak edəcək. Bütün elementlər yazılır, eyni olanlar bir dəfə iştirak edir. Birləşmənin işarəsi U-ya oxşar bir işarədir. A ilə B-nin birləşməsi adlanır. İstənilən çoxluğun özü ilə birləşməsi yenə özünü verir. Boş çoxluğu ilə birləşməsi özünü verir. A ilə B-nin birləşməsinin yer dəyişəndə, yer dəyişmə qanunu. Yer dəyişəndə bunlarda cavab dəyişmir. Qruplaşdırma qanunu. İstəyirsən 3 element, 3 çoxluğu birləşdirmək istəyirsənsə, istəyirsən A ilə B-ni birləşdir, cavabı C ilə birləşdir. İstəyirsən B ilə C-ni birləşdir,
cavabı A ilə birləşdir. O toplamada vardı. Məsələn, 2, 1, 7. İstəyirsən 2 ilə 7-ni topla üstünə 1 gəl. İstəyirsən 2 ilə 1-i topla üstünə 7 gəl. Cavab dəyişmir. Əgər A, B-nin alt çoxluğu olarsa, yəni A-nın elementləri B-də iştirak edərsə, A ilə B-nin birləşməsi B-ni verir. Bir nümunə ilə buna baxaq. Tutaq ki, A çoxluğu 1, 2. B çoxluğu 0, 1, 2, 3. Diqqət edin, A-nın elementləri B-də var. Düzdür? Bu nə deməkdir? A, B-nin alt çoxluğudur. Baxın, bu şərt. İndi bunların ikisinin birləşməsinə baxaq. Bunların ikisinin birləşməsi necə yazılacaq? Başlayalım. Bəli, 0, 1, 2 və 3. Bu 0, 1, 2, 3 çoxluğu B-ni verir bizə. Eynidən. Demək ki, A, B-nin alt çoxluğu varsa, A ilə B-nin birləşməsi ilə B-dən ibarətdir. Və yaxud tərsinə. Kəsişmə anlayışı. Kəsişmə A ilə B-nin ortaq elementlərindən təşkil olunan yeni bir çoxluqdur. Ortaq elementlərindən, bax bu sözü yaddan çıxarmayaq, ortaq elementlərindən təşkil olunan yeni bir çoxluqdur və U hərfinə oxşar işarənin tərsidir. Birləşmədə qollar yuxarıya doğru, kəsişmədə aşağıya doğrudur. Məsələn, nümunə göstərək. A çoxluğu verib A, B, C, B çoxluğu B, C, D, E. Bunların hər ikisində iştirak edən elementlər hansılardır? B ilə C-lər. Demək ki, bunların kəsişməsini yazsam, cavabım B, C olacaq. İstənilən bir çoxluğu özü ilə kəsişdirsən, cavab özü. Boş çoxluğu ilə kəsişdirsən, cavab boş çoxluq. Niyə? Çünki boş çoxluğun elementi yoxdur. A-da elementlər var. Bizə ortaq lazımdır. O zaman ortaq olmayanları götürəcək. Y dəyişmə. İstəyirsən A ilə B-ni kəsişməsini götür, istəyirsən B ilə A-nın kəsişməsini götür. Cavab eyni cavabdır. Qruplaşmada bayaq dediyimiz kimi, istəyirsən A-nın B-ni qruplaşdır, cavab ilə C-ni qruplaşdır, yəni kəsişdir. İstəyirsən B ilə C-ni kəsişdir, alınan cavab ilə A-nı kəsişdir, heç bir fərq yoxdur. Bayaq dediyimiz qayda, A, B-nin alt çoxluğu olarsa, A-nın elementi B-də olarsa, bunların birləşməsini tapanda B-ni verirdi. Kəsişməsini axtarsaq, A-nı verəcək. Yəni, ortaq elementləri A-nı verəcək. Keçək çoxluqların fərqinə. Deyir ki, A çoxluğunda olub, B çoxluğunda olmayan elementlərə A ilə B-nin fərqi deyilir. Məsələn, hər ikisində olan elementlər hansılar idi? B-C, düzdürmü? Bu B ilə C-ni götürsək, A ilə B-nin fərqi belə bir işarə ilə yazılır. Yəni, xətt çəkirik, sadəcə solamiyeli formada. Və çəkdiyimiz bu işarədə A ilə B-nin fərqi odur ki, A-da olsun, B-də olmasın. Hansı element? Cavabımız A. Çünki A çoxluğunda olan B-də olmayan təkcə A-dır. Bəs B ilə A-nın fərqi bu zaman B-də olub A-da olmayan axtarıq. Hansıda isə? Hansıda? D və E. Hər ikisi qeyd edilmək lazımdır. Demək ki, belə bir nəticəyə gəldik ki, A ilə B-nin fərqi B ilə A-nın fərqindən fərqlidir. Ayrı-ayrı cavabları alırıq. Biz bayaq dedik ki, bizə lazım olan kəsişmədə, birləşmədə yerlərini dəyişsən, cavab dəyişmirdi. Amma fərqinə gəldikdə bunların yerlərini dəyişsən, cavablar dəyişəcək. Burada diqqətli olmaq lazımdır. İstənilən bir çoxluq özü ilə fərqini tapsan, boş çoxluqdur. Fərq bizim riyaziyyatda bildiyimiz sadə çıxma əməlidir. Yəni, A-dan A-nı çıxsan, boş çoxluq. A-dan boş çoxluq çıxsan, A-nın özü adlanır. Bayaq qeyd elədim. A ilə B-nin fərqi B ilə A-nın fərqindən fərqlidir. Bu işarə, bərabər işarəsi budur. Üstünə xətt çəkəndə bərabər deyil mənasına gəlir. Yəni, fərqlidir mənasına gəlir. A, B-nin alt çoxluğu olarsa, bayaq dedik, A ilə B-nin fərqi boş çoxluq. B ilə A-nın fərqi isə yerdə qalan digər elementləri verəcək. A ilə B-nin kəsişməsi, əgər boş çoxluqsa deyir, A ilə B-nin kəsişməsi, yəni A-da olan elementlər, B-də olan elementlər heç bir ortaq elementi yoxdursa, o zaman A ilə B-nin fərqi A-nı, B ilə A-nın fərqi B-ni verir. Bunu nümunə ilə də göstərək istəyirsiniz, birazca başa düşülən olsun. Tutaq ki, A-da 1-2-dir, B-də 3-4. Nə A-nın, nə B-nin elementləri eyni deyil. Bunların kəsişməsi boş çoxluqdur.
Amma A ilə B-nin fərqi, yəni A-da olsun, B-də olmasın, hansı elementlərdir? 1, 2. B-də olsun, A-da olmasın, hansı elementlərdir? 3, 4. Yəni B-ni verir. Qısaca izahı bundan ibarətdir. Tamamlayıcı məsələsi bunun haqqında danışa bilərik, amma bu çox vaxt sınaqlarda düşmür, amma güvənin öz testlərində, sınaqlarında bu iştirak edir. Bunun mənası nədir? Tutaq ki, A, B-nin alt çoxluğudur. Gəlin burada əlavə eləyək və bunun üzərindən göstərək. Bunun elementləri tutaq ki, 1, 2, 3, 4. Yaxşı. A-nın elementləri 1, 2, B-nin elementləri 1, 2, 3, 4. İndi A-ya hansı elementləri əlavə yazsam, B çoxluğunu almış olaram? 3 ilə 4-ü. Həmin bu 3 ilə 4-dən təşkil olunan, bax bu, A-nın B-yə tamamlayıcısı deyilir. Yəni, A-ya bunları əlavə eləsəm, B olacaq. Mənası budur, bu şəkildə yazılır. A-nın B-yə tamamlayıcısı. A çoxluğunun B çoxluğunun ştrixdir, tamamlayıcısını göstərir. Birləşmələrin element sayı. İki çoxluğun birləşməsinin element sayını ayrı-ayrılıqda A-nın, B-nin element saylarını toplayıb, kəsişməsinin sayını çıxa bilərsən. Həmçinin də birləşməsinin element sayını tapanda fərqlərinin element sayının üzərinə kəsişməni gələ bilərsən. Burada özünü götürsən, çıxırsan kəsişməni, fərqlərini götürsən, kəsişmənin üstünə əlavə edirsən. Əgər A-la B-nin heç bir ortaq elementi yoxdursa, bayaq dedik, birində 1, 2, ikincide 3, 4 isə, onların birləşməsinin element sayı tək-tək element sayların toplamaqla cavab tapılır. Aydın oldu. Var mı bunlarla bağlı bir sualımız? İnşallah uğurlar deyirəm. Çoxluqlar mövzusunun çox dərinliklərinə getmək də olar və inşallah növbəti mövzularımızda bunlarla bağlı müəyyən əlaqələnmiş suallar görəcəksiniz. Mövzu daha bu qədər. İnşallah hər birinizə uğurlar deyirik. Hər hansı bir sualınız varsa mütləq şəkildə deyə bilərsiniz. Təşəkkür.